Mən neyləmişəm? Mən demişəm, mədəni irsimizi məhv eləməyin, tariximizi məhv eləməyin. Sən də gətir, ay Zülfəli, mənim evimə killer göndərincə, qərar göndər mənim evimə ki, baş nazirinin qərarını icra eləyirəm. Axşam tərəfi idi, mən Təzəpirin üst tərəfində getdik, bir bina var idi. Ona baxmaq istədik ki, görək onanı belə alıblar hasara, orada nə eləyə bilərlər də, tarixi abidədir. Mən ora getmişəm, mən evdən çıxan kimi evə qapının, blokun parolunu sındırıb giriblər bloka. Oradan da başlayıblar qapıda, yəqin ki, baxmışsınız, qapıdan biri zivanoğu basır, o birisi də əlini yumruqla belə tutub ki, kimsə içərdən çıxsa vursun. Çox güman ki, məni vuracaqmışlar. Yəqin ki, bəlkə də onların cibindəmi, kəmərin altında silah var idi, isti silah, soğuk silah. Bunları bilmirəm, amma əllərində gördüyüm bu idi.